تفكرت يوما بمعنى الصديق وأرسلت طرفي بفكر عميق ترى من سيرى. Sual verilir ki, bir şəxsə maddi və mənəvi olaraq yardım etdikdə, bunun qarşılığında dua etməsini istəmək olarmı? Bismillah, elhamdülillah, və salatu və salam və alə Rasulillah. Əgər pul verən şəxs bunu sədəqə olaraq və ya borc olaraq verirsə, bu niyyətdədirsə, qarşı tərəfdən heç bir maddi və ya mənəvi qarşılıq ummursa, yalnız savabını Allahdan gözləyirsə, bu borcun, bu sədəqənin, bəli, bu çox böyük bir ixlaslı bir əməldir və səmimidir. Zaten ən üstün əməl də budur. Allah Azze və Cəllə İnsan surəsi 9-cu ayətində buyurur ki, Əstəyazı billah, biz sizə yalnız Allah rızası üçün yedizdiririk, biz sizdən nə mükafat, nə də təşəkkür istəyirik. Yəni, buradan bəlli olur ki, İxlas, ən böyük səmimilik, yalnız hər bir şeyi təqva olaraq, üstün baxımından Allah rızası üçün etməkdir. Allah Rəsulü sallallahu aleyhi ve sellem də buyurur ki, sağ əlin verdiyin, sol əli bilməsin, yəni gizli olsun. Buxari Müslimdə keçən bir hədisdir. Əgər pul verən şəxs qarşılıq tələb edərsə, dua və təşəkkür, xidmət haqqı, bu artıq savab azalır. Və yaxud, əgər qarşılıq məqsədi edərsə, maddi, mənəvi ya nəsə ondan istəyərsə və yaxud gözləyərsə, bu sədəqə sayılmaya bilər. Çünki qarşılıq gözləyirsən, nəyinsə qarşılığını sadəcə bir borc olaraq, bir hədiyyə kimi görünür. Daha üstünü başda saydığımdır. Sonra da bir hədisi qeyd etmək istəyirəm ki, Rasulullah sallallahu aleyhi və səlləmin yanında olarkən Ayşə radiyallahu anhə bir dilənçi gəlir. O dilənçiyə Ayşə radiyallahu anhə biraz pul verir. Pul verdikdən sonra dilənçi dua edir. Allah Resulü sallallahu aleyhi ve sellem soruşur ki, ey Ayşə, dilənçiyə pul verdikdə o sənə dua etdi. Sən ona nə et dedin? Deyir, mən ona heç nə etmədim. Allah Resulü deyir ki, ey Ayşə, əgər sən onlara pul verərkən, sən də ona Allahdan hidayət diləsəydin, sənin əməlin sabit qalacaqdı və etdiyin əməlin savabını Allah subhanahu və teala qatında alacaqdın. Amma sən ona pul verdin, o pulun qarşılığında da sənə dua etdi. Yəni Allahu Ekber. Burada necə də ibrətamiz bir qissə var. Yəni Allah həmd olsun.